Həyatımızın hər bir sahəsində məna var. Bəzən o bizim dünya görüşümüzü dəyişir, bəzən həyata baxışımızı dəyişir, bəzən böyük bir uçurumdan bizi qoruyur. Həbsdən çıxmış bir çox adamlarla olub ki, görüşmüşəm. Onlar deyirlər ki, həbsə getməsəydim daha böyük faciə ilə qarşılaşardım. Bəzən olur ki, xəstəlik bizim həyatımıza elə bir qatqı qatır ki, sən onu tamamlaya bilmirsən, ancaq mütləq olaraq o qatqı qatır və sənin həyatını dəyişir. Bir heyvan aləmi var, onun üstündə də insanın dünyasıdır və insanın dünyasının üstündə də bir transendental, bir metafizik bir aləm var. Bəzən hansı heyvana peyvənd vurursan onu xəstəliklərdən qorunmaq üçün, o heyvan anlamır ki, mənə bu problemi nəyə görə yaşadırlar. Çünki onun o mühitinə uyğun deyil bunu anlamaq. Bundan üstün olan insan aləmində bu mənalıdır yoxsa mənasızdır? Mənalıdır. Çünki insan anlayır ki, bu meymunun istirabları mənasız deyil. Onu qorumağa yönəlib. İnsan aləminin üstündə də bir transendental bir aləm var, hansı ki bizdə mənasız olanlar orada məna qazanır.